Salam, hər vaxtınız xeyirli olsun. 9 illik bazadan yüksək texniki peşə ixtisaslarına sənəd vermək istəyən namizədlərin nəzərinə bu gün videomuzda nədən danışacağam? 9 illik bazadan yüksək texniki peşə ixtisası nədir? Siz buranı bitirəndən sonra sizə hansı üstünlük verilir və s. və ilə axır. Həmçinin növbəti videomda isə 11 illik təhsil bazasından belə bir video çəkəcəm. 9 illik təhsil bazasından yüksək texniki peşə ixtisasları yalnız ödəniksizdir, yəni dövlət hesabına ödənişlisi yoxdur. Bu təbii ki 2025-ə qədər belə olub, amma bundan sonra necə olacaq, nə cür olacaq, artıq yenilik olsa onu da paylaşacağam. 2025-2026-cı tədris ili üçün yeni ixtisaslar da olacaq. Yəni başqa belə deyək, yüksək texniki peşə ixtisasları da əlavə olunacaq. Məsələn, hər hansı bir peşə məktəbində bu yoxdursa, yer dəyişimi ola bilər, əlavə oluna bilər. Yenilik olanda yenə də video çəkəcəm və bunun üçün sizə tövsiyəm, eləcə də ricam olacaq ki, kanalımı izləyin, bəyənin ki, yeniliklərdən xəbərdar olasınız. Əvvəla qeyd edeyim ki, yüksək texniki peşə ixtisasları peşə məktəblərinin tərkibindədir. Digər peşə ixtisaslarından fərqli olaraq burada subbakalavr diplomu verilir. Eləcə də gələcəkdə ali təhsil müəssisələrinə qəbul ola bilərsiniz. Mənim əvvəlki videolarım vardı, peşə ilə bağlı 2 videom vardı. Söhbət yüksək texniki peşə ixtisaslarından gedir. Orada hansı ixtisası bitirsəniz hara qəbul ola bilərsiniz? Bax, o videoya da diqqətlə baxın ki, hər ixtisasdan ali məktəblərə qəbul olmaq olmur. Və bunun üçün müəyyən qədər belə deyək, slaydlara baxaq və mən sizə yekunda yüksək texniki peşə ixtisaslarına verməyin üstü ilə bağlı da bir videonu birlikdə izləyəcəyik. Baxın, Bakıda yerləşir bu. 6 nömrəli Bakı Peşə Məktəbidir. Aviasiya və avtomobil nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olan ixtisasdır. Nəqliyyat sistemlərinin texniki istismarı hava nəqliyyatı üzrədir. Bu ixtisası ödənişsiz formada oxuya bilərsiniz. Növbəti Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ixtisaslar var. Burada da görürsünüz mühasibat uçotu, sənayedə avadanların quraşdırılması və texniki istismarı, avtomatika sistemlərinin istismarı, kompüter şəbəkələr və şəbəkə inzibatçılığı, elektronika və kommunikasiya sistemlərinin istismarı, moda, dizayn, saç kəsimi və gözəllik xidmətlərinin təşkili. Həmçinin dəyərli yoldaşlar, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, yəni 5 nömrə Bakı Peşə Məktəbində də ixtisaslar görürük. Yenə də kompüter şəbəkələr və şəbəkə inzibatçılığı, media və audio-vizual texnologiyaların istismarı, veb dizayn və proqram təminatı, moda dizaynı, saç kəsimi və gözəllik xidmətlərinin təşkili. Həmçinin Rabitə və informasiya texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəyyən ixtisaslar var, 3 ixtisas var burada. Veb dizayn və proqram təminatı, elektronika və kommunikasiya sistemlərinin istismarı, kompüter şəbəkələr və şəbəkə inzibatçılığı. Eləcə də 6 nömrəli peşə, deməli Bakı Peşə Liseyi var, yəni sənaye və innovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görürsünüz, alternativ enerji qurğu və avadanların istismarı. Həmçinin dəyərli yoldaşlar, 9 nömrəli Bakı Peşə Liseyində xeyli ixtisaslar görürsünüz. Avtomatika sistemlərinin istismarı, kiber təhlükəsizlik, sənayedə avadanların quraşdırılması və texniki istismarı, nəqliyyat vasitələrinin texniki istismarı, yəni müxtəlif avtomobillər üzrə bu hava nəqliyyatı ola bilər, yerüstü nəqliyyat və s. Veb dizayn və proqram təminatı, interyer dizayn və ən sonunda sənaye və mülki binalarda elektrik avadanlarının quraşdırılması və istismarı. Həmçinin biz turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, yəni 5 nömrəli Bakı Peşə Liseyində də ixtisaslar görürük burada. Mühasibat çotu, mehmanxana və restoran işinin təşkili və idarə olunması. Bu mehmanxana ixtisası ki var yoldaşlar, buradan ali məktəbə girmək çox problemlidir. Bu ixtisası əgər ali məktəbə girmək istəyirsə elə də tövsiyə eləmirəm. Kompüter şəbəkələr, şəbəkə inzibatçılığı, həmçinin moda dizayn ixtisasları da subbakalavr kimi ali məktəbə qəbulda xeyli problemlər olur. Bunu da tövsiyə eləmirəm. Veb dizayn proqram təminatı, amma bu ixtisası tövsiyə edirəm, çünki bu belə deyək, kompüter yönümlü ixtisaslara verirsiniz. Saç kəsim və gözəllik xidmətlərinin təşkili, bu ixtisası görürsünüz ki, xeyli peşə məktəblərində var. Həmçinin bu ixtisasdakı siz burada biznesin təşkili və idarə olunmasına verirsiniz. Məlum məsələ ki, 2-ci ixtisas qrupunda bu 150 ballıq ixtisaslara daxildir və buradan da qəbul çox çətindir. Sadəcə necə oxumaq olar? Məsələn, bu ixtisası oxuyub əlavə təhsil kimi tibb kollecinə və ya digər kolleclərə vermək üçün yaxşı fürsətdir. Və bunu abituriyentlər bildiyi üçün çox vaxt məsələn saç kəsimidir, mehmanxana, restoran işidir. Bunu çox abituriyentlər yazmır. Bilirlər ki, subbakalavr yoxdur. Bu baxımdan siz əlavə təhsilə vermək istəyirsinizsə, bu iki ixtisası oxuya bilərsiniz.
Həmçinin dəyərli yoldaşlar, biz burada digər ixtisaslarda görürük. Yəni texnika və texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində kiber təhlükəsizlik, kompüter şəbəkələrində proqramlaşdırma, sənaye və mülki binalarda elektrik avadanlıqların quraşdırılması və istismarı, elektronika və kommunikasiya sistemlərinin istismarı, sənaye avadanlıqların quraşdırılması və texniki istismarı, həmçinin burada veb dizayn proqram təminatı, moda dizayn. 8 Övrət Bakı Peşə Liseyində 2024-2025 tədris ili üçün binaların tikintisi və istismarı ixtisası var idi yüksək peşədən. Həmçinin regionlar Qəbələ, kiber təhlükəsizlik, mehmanxana və restoran işinin təşkil və idarə edilməsi. Cəlilabadda da var, kompüter sistemlərində proqramlaşdırma, nəqliyyat vasitələrinin texniki istismarı, alternativ enerji qurğu və avadanlıqların istismarı. İsmayıllıda mühasibat çotu, kompüter şəbəkə və şəbəkə inzibatçılığı, veb dizayn və proqram təminatı, kənd təsərrüfatı və inşaat texnikası, yəni maşınların istismarı. Lənkəranda mühasibat çotu, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, nəqliyyat sistemlərinin texniki istismarı. Bu da hava nəqliyyatı üzrədir. Şəkidə mühasibat çotu yenə də, Bərdədə həmçinin mühasibat çotu, nəqliyyat vasitələrinin texniki istismarı, avtomobil üzrə, elektronik və kommunikasiya sistemlərinin istismarı, proqramla idarə edən sənaye avadanlıqlarının texniki istismarı və interyer dizayn. İqtisadi zonanın İnkişafı Agentliyinin nəzdində peşə təhsil mərkəzi də var. Burada da maraqlı ixtisaslar var. Avtomatika sistemlərinin istismarı, sənaye və mülki binalarda elektrik avadanlıqların quraşdırılması və istismarı, veb dizayn və proqram təminatı, eləcə alternativ enerji qurğu və avadanlıqların istismarı, kompüter sistemlərində proqramlaşdırma, elektronika və kommunikasiya sistemlərinin istismarı. Naxçıvanda yoldaşlarım mühasibat çotu, nəqliyyat vasitələrinin texniki istismarı, avtomobil üzrə və s. Dəyərli yoldaşlar, bir məsələni qeyd edeyim ki, ümumiyyətlə yüksək texniki peşə ixtisasları, əgər siz 9 ildən aşağı nəticə göstərmisinizsə, bilirsiniz ki, 2025-2026 tədris ili üçün 9 ildən bir problem ondan ibarətdir ki, yəni plan yeri azaldılacaq, ballar qalxacaq. Siz əgər balınız müəyyən məsələn, 100-120 balınız var, amma ödənişli kollec oxumaq istəmirsinizsə, bu halda dəyərli yoldaşlar, siz belə desək, yüksək texniki peşə ixtisasları oxuya bilərsiniz. Keçid balları nə qədərdir? Hər ixtisasa görə dəyişir. Məsələn, biz ən aşağı keçid ballarını belə görə bilirik. Bu nöqteyi nəzərdən də mənim tövsiyəm odur ki, yəni yüksək texniki peşə ixtisaslarını oxumağa dəyər. Yəni burada itirəcəyiniz bir şey yoxdur. Əksinə qazanacağınız bir şey var. Düzgün ixtisas seçimi üçün məlum məsələdir ki, mənə də müraciət edə bilərsiniz. Yəni yüksək səviyyədə ixtisas seçiminizi həyata keçirə bilərəm. Bu mənim YouTube kanalımdır. YouTube kanalımı izləyin. Hazırda 2,79K izləyici var. 312 video paylaşmışam və hər biri təhsillə bağlı olan önəmli vacib videolardır. Kanallarda çıxışlarımın bir qismi və s. Burada hamısı yer alır. Mən sizə yüksək texniki peşə ixtisaslarının avantajı barədə bir video izlətdirmək istəyirəm. Elə birlikdə izləyək. Bu video Peşə Agentliyinin payladığı videodur. Bu videoda yüksək texniki peşə ixtisaslarını bitirən şəxslərə hansı üstünlük verilir, hansı özəlliyi var. Bax, məhz bundan danışırıq. İzləyək, birlikdə izləyək. Mən də sizinlə birlikdə qulaq asıram. Təbii ki, reklam var. Reklam bitəndən sonra isə biz videoya keçid edə biləcəyik. Keçid edək. Peşə sənə qazandıracaq. Beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğun tədris. Yəni demək istəyir ki, burada baxın, əmək bazarına uyğun, yəni siz tədris alırsınız. Subbakalar diplomu odur ki, yəni kollec diplomu alırsınız. Universitetlərə qəbul imkanı var, görürsünüz ki, universitetə qəbul imkanı odur ki, yəni siz artıq imtahansız qəbul edirsiniz, hər ixtisasdan yox. Məsələn, moda dizayndan bu biraz mümkün olmur. Eləcə də saç kəsimi gözəlliğinə bağlı bir ixtisas vardır. Bax, oradan mümkün olmur. Hər ixtisasdan mümkün olmur. Peşə məktəbləri adətən əksəriyyəti yerli və beynəlxalq şirkətlərlə müqaviləsi olur. Orada iş təcrübəsi keçir, hətta işləmə imkanınız yaranır. Deməli, 9 ildən ödənişsiz təhsil, amma 11 ildən keçəndən artıq belə deyim də ödənişli də olmağa başladı. Təqaüd də alırsınız həmçinin. Yüksək texniki peşə, peşənlə zirvəyə yüksəl. Hə, yoldaşlar, bu belə. İkinci bir məsələ isə yüksək texniki peşə ixtisasları. Məsələn, mən mühasibat çotunu bitirdim, hara qəbul ola bilərəm? Onunla bağlı da mənim bir videom var. O videonu da sizə təqdim edəcəm. Yəni, siz də o videonu axtarıb tapa bilərsiniz. Bir ay öncə paylaşmışam. Və burada görürsünüz, burada peşə ixtisaslarının adları qeyd olunub. Digər tərəfdə isə bitirəndən sonra hara verə bilərsiniz? O ixtisaslar qeyd olunub.
Yəni siz buradan da baxıb yararlana bilərsiniz. Bu videoya ayrıca baxa bilərsiniz. Hər ehtimalla videonun linkində mən yerləşdirəcəm. Bax, hər birini izah edirəm. Məsələn, tutalım siz kompüter sistemləri proqramlaşdırmanı bitirsəniz, kompüter mühəndisliyi, informasiya texnologiyaları ixtisasına verə bilirsiniz. Belə, dəyərli yoldaşlar, videonu bəyənək, izləyək, ixtisas seçimlə bağlı da mənə müraciət edə bilərsiniz və kim o ixtisasların slaydını istəyirsə yaza bilər və ona da müəyyən qədərdə slaydı təqdim edə bilərik. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.